Bismillahirrahmanirrahim. Elhamdülillah vahdə və salatu və salamu alə mən lə nəbiyyə və də əmmə bəd. Selamu aleykum və rəhmətullah və bərəkatuhu. Elhamdülillah. Biz deməli Əqidətul Vasitiyyə risaləsini oxumaqda davam edirik. O vaxt ki müəllif rahimehullah Allah Subhanahu taala Quranın nazil etmək məsələsinə toxundu ki, Quran Allahdan nazil olub Peyğəmbər sallallahu əleyhi və səlləmə. Allah deyirdi Cəbrailə, Cəbrail də gəlirdi Peyğəmbər sallallahu əleyhi və səlləmə deyirdi. Və Peyğəmbər sallallahu əleyhi və səlləm ayəni oxuyurdu və onu yazırdılar. Və sonra müəllif rahimehullah deməli Allahın qiyamət günü Allahı görmək məsələsinə toxunur. Yəni möminlərin Allahı görməyi qiyamət günü. Burada müəllif bir neçə ayə gətirib həmişə kimi və buyurur ki və qavluhu vucuhun yevmə izin nazira ilə rabbihə nazira. Deməli, vucuhun yevmə izin nazira ilə rabbihə nazira. Deməli, Qiyamət surəsi 22-23-cü ayələr. Bu ayələrdə Allah Subhanahu taala vucuh, vəcih, yəni üzlər. Yəni kimin üzləri? Möminlərin üzləri. Yevmeiz. Yevmeiz yəni o gün, yəni qiyamət günü. Qiyamət günü möminlərin üzləri. Nadira. Nadira yəni nur saçacaq, yəni qəşəng mənzərədə olacaq möminlərin üzləri. Və ilə rabbihə. Bu 22-ci adə. 23-cü adə deyir ki, ilə rabbihə. Yəni üzləri Rəblərinə nazira. Baxacaqlar. Baxacaqlar. Burada görmək üzə nisbət edildi. Yəni gözlə. Gözlə. Və bu ayə dəlildir ki, qiyamət günü möminlər Allahı görəcəklər. Allahı görəcəklər. İnşallah Allah Subhanahu taala bizi onlardan etsin. Və ümumiyyətlə necə Şeyx Fovzan da Həfizəhullah buyurub, ümumiyyətlə Allahı görmək məsələsi qiyamət günü və cənnətdə bu barədə kifayət qədər səhih hədislər var və həmçinin də sahabələr icma eləyib və tabeinlər və ümumiyyətlə onların yolunda olan sələflər. Deməli, ayədə şahid nədir? Şahid odur ki, yəni isbatdır ki, bu ayə isbat edir ki, qiyamət günü möminlər Rəblərini görəcəklər. Sonra başqa ayədə gətirir, Muttaffifin surəsi 23-cü ayə. Allah Subhanahu taala buyurur ki, aləl əraiki yanzurun. Yəni yenə aləl əraiki yanzurun. Allah bu ayədə Allah Subhanahu taala yəni cəmalına tamaşa etməyə dəlalət edir. Dəlalət edir ki, möminlər deməli Rəblərini görəcəklər. Kafirlər isə yox. Çünki Allah həmən elə Mutaffifin surəsindədir. Allah Teala buyurur ki, "An rabbihim yevmezin lemahcubun." O vaxt kafirlərdən danışanda isə dedilər ki, kafirlər isə Allahı görməyəcəklər, yəni onlarla Rəblərin arasında hicab olacaq. Yəni görməyəcəklər pərdə. Ayənin əks mənası nədir? Kafirlər görməyəcəksə, deməli, möminlər görəcək. Sonra burada 3-cü ayəni gətirir Şeyx Rahimehullah. Yunus surəsi 26-cı ayə. Lillezîne əhsənul husnə. Lillezîne əhsənul husnə və ziyadə. Bu ayədə də Allah Subhanahu taala lillezîne əhsənul husnə. Onlar ki, salih əməl görüblər, qəşəng əməl görüblər, asilikdən çəkiniblər. Onlar üçün orada yaxşılıq var, gözəllik var və ondan da artıq. Ondan da artıq. Və ondan da artıq sahabələr soruşanda ki, ya Rasulallah, ondan da artıq nə deməkdir? Yəni biz cənnətdəyik. Hamımız da razıyıq. Cənnətdə narazılıq yoxdur və salam. Hamımız razıyıq. Bu nədir? Ondan da artıq. Nədir ki ondan artıq?
Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, Allah Subhanahu taalanın camalına tamaşa eləmək. Bəli. Necə Səhih Müslimdə gəlir və başqa hədis toplum kitablarında gəlir ki, bu ayə də qiyamət günü möminlərin Rəblərini görməyi dəlalət edir. Sonra başqa ayə gətirir Şeyx Rahimullah. Qaf surəsi 35-ci ayə. Allah Teala buyurur ki, ləhum mə yəşəunə fiyhə və lədəynə məzid. Allah Subhanahu taala buyurur ki, yenə cənnətdən, yəni möminlər orada istədikləri, nə istəyirlər olacaq və ondan da artıq. Və lədəynə məzid, hələn bizdə ondan da artıq var. Bizdə ondan da artıq var. Soruşanda dedi ki, Peyğəmbər sallallahu əleyhi və səlləm Allah Taala'nın camalına tamaşa eləmək. Allah Taala'nın camalına tamaşa eləmək. Yəni bu ayələrdən görsənir ki, nə faydalanır? Faydalar nədir? Ən birinci, qiyamət günü möminlərin Rəblərini görməyə dəlildir, açıq aydın. Bunu sahabələr, tabiinlər və ümumiyyətlə onlardan sonra gələnlər hamısı bunu deyib. Təbii ki, buna müxalif olanlar var. Məsələn, rafisilərdir, cəhmilərdir, mütəzillərdir və s. və s. Onlar həmişə kimi adətləri kimi Quran sünnəyə müxalifdirlər. Onlar deyiblər ki, yox, yəni görmücük, yəni bəzi ağlı dəlillər gətirirlər, bəzi ayələr gətirirlər, hansı ki, o ayələr ona dəlalət eləmir. Yəni, müşkül məsələ nədir? Onlar Allah Taala'nın sifətlərini inkar eləməkdə səbəblərdən biri və əsaslarından biri demək olar. Onlar Allahı məxluqa müqayisə ediblər, bənzədiblər və deyiblər ki, məxluqda belədirsə, deməli Allahda da belədir və inkar ediblər həqiqəti. İnkar ediblər. Məsələn, Allah Taala deyir ki, qiyamət günü məni görəcəksiniz, deyib görməyəcək. Görməyəcək. Ola bilsin, düz deyirlər, görməyəcəklər. Olar. Və ya məsələn, tutaq ki, Allah Taala deyir, mən istiva elədim, dedi, yox, istiva deyil. İstəv elədir və ya nədir? Və ya mənası bilmirik. Allah Taala deyir, nazil olur, gecənin üstə deyir, yox, nazil olmur. Deyir, mələk nazil olur, biri deyir, əmri nazil olur. Allah Taala qəzəblənir, yox, qəzəblənmir. Allah Taala deyir bunları. Allah Taala deyir, sevir, möminləri deyir, yox, sevmir. Deyirsən, Allah səni sevmir, qalıb belə. Çünki nədir? Qəzəbdir, sevgidir və s. Bizdə də var. Onlar eynən eləyirlər, oxşadırlar birinci. Misli deyirlər, izhar eləməsələrdir bunu. Sonra həqiqəti inkirlər. Onda Quran-ı Kərimdə, yəni onlar bunu küfür sayır. Yəni Quran-ı Kərimdə küfürdür. Elə bir surə yoxdur ki, orada Allah Taala'nın sifətləri qeyd olunmasın. Fərq yoxdur, balaca, böyük. Həmçinin hədisləri, hələm biz danışmırıq hədislərdən. İndi müəllif hələm Qurandan ayələri gətirir. İndi bundan sonra hədislərə başlayacaq. Rahiməhullah. Yəni Allah və Rasulü küfür danışır. Küfür sözlər işlədir onda, elə çıxır onların dediyi ilə. Və ya Allah Taala elə danışıb ki, biz bilmirik. Yəni mənası bilmirik. O sözlər də cürbəcür deyib, qəzəb, sevgi, nazı olmağı, yüksəlməyi, danışmağı, təfvid əhli deyir ki, eynidir, mənası bilmirik. Mənası bilmirik, hamısı eynidir. Olur, məsələn, onun yerine olsaydı elə eyni bir dənə söz deyərdi də, hər yanda ayrı bir sözlər işlədi. Münasib. Belə də insan Qurandan, sünnədən uzaq düşsə, sələfdən azır. Və bu əqidələr hamısı sonradan yaranan əqidələrdir. Yəni biz nə üçün? Biz baxırıq, əsl belə idi, sahabələr belə idi. Onlar sahabələrdən dəlil gətirə bilmir. Onlar istəvləni sahabələrdən dəlil gətirə bilmir. Kimdən gətiriblər istəvləni, istivanı? İstəvlə deyib. Bir xristiyan şairdən, onun kitabında da o şeir yoxdur. Və ya başqa. Və müəllif rahimehullah burada yəni qeyd edir və müxaliflər nə deyirlər? Müxaliflər məsələn deyirlər ki, tutaq ki,
Onlar deyirlər ki, biz əgər Allahı görməyi isbat eləsək, onda hansısa bir tərəfi isbat eləyirik. Yəni Allah Taala hansısa tərəfdədir. Bu da məxluqa aid xas olan şeydir, sifətdir. Biz belə desək, onda oxşadırıq. Allah'a oxşadmaq küfürdür. Olmaz. Ona görə inkar eləyək. İnkar eləyək. Onda yəni əgər biz tərəfi isbat eləsək, onda Allah Taala cisimdir. Lakin biz nə deyirik? Biz deyirik ki, var tərəf, hansısa tərəf, cəhət. Ümumən. Əgər onlar qəsdillə hansısa cəhətdədir, tərəfdədir və nəyinsə içindədir, aləmin içindədir, əlbəttə yox, zatı ilə. O cür cəhət demirik. Allah Subhanahu taala məxluqatından nədir? Ayrıdır. Ayrıdır. Aydındır, ayrıdır. Yəni biz tərəfi isbat eləyirik, yəni hər şeydən ucada, bütün məxluqatından ucada. Necə? Tərəfi qeyd eləyirik. Bəli, Allah səmadadır. Səmadadır, yəni bütün məxluqatından ucada. Bu cür isbat eləyirik. Bu görməyin nə məsələsi var? Görməyin heç bir əlaqəsi yoxdur buna. Və ya məsələn, gətirirlər ki, Musa əleyhissalam deyir ki, mənə özünü göstər Allaha. Allah nə dedi? Dedirsə, mənə görməzsən. Amma bax dağa, davam gətirsə o görərsən. Mütləq şeydə inkar etmədi. Bəli, bu ayə, bəli, bu dünyaya aiddir. Onlar ahirətə də aid ediblər bunu, cənnətə də. Yox, o bu dünyaya aiddir. Amma ahirətdə dəlil nədir? Cənnətdə hədislər, ayələr və hədislər. Və ona görə bu ayə dəlildir ki, bu dünyada, Musa bu dünyada istədi onu görsün. Bu dünyada təbii ki, bu bədənlə sən əgər dağ davam gətirmədisə. Amma ahirətdə bu bədən başqa cür olacaq. Başqa cür, yəni başqa gücdə və s. Orada tamamən, necə deyirlər, orada qaydalar tamam başqadır. Necə ki, ana bətnində bir aləm idi, başqa idi qaydalar. Burada başqa, bərzəxdə başqa, yəni qəbirdə. Ruh. Qiyamətdə başqa, cənnətdə də başqadır. Yəni sən dur, indi bu dünyanı müqayisə elə bərzəx həyatına düz gəlməyəcək. Bəziləri qəbir azabı necə üçün deyir, açıqlıq gördük ki, necə qoymuşuq elədir. Və hanı qəbir azabı? Onlar elə fikirləşdilər ki, bu dünyada kim olur? Yəni, göyərtilər, vururlar belə, doğrayırlar, qan çıxıb, zat, kəsirlər, zat. Bu dünyada belə də, müqayisə ilə bu dünyayı inkar ilə həqiqəti. O budur. Necə ki, Allah'a müqayisə ilə məxluquna. Aydındır, yəni o dəlil də eləsində onlar üçün batildir. Yəni burada Musa əleyhissalam nədir? Bu dünyada söhbəti gedir, bu dünyada görməyəcək. Həmçinin dəlillərindən ayə gətirirlər. Allahı görməmək məsələsinə görə. Allah Taala buyurur ki, "Lə tudrikul absar." Gözlər onu dərk eləməz. O başqa şeydir, gözlər onu dərk eləməz. Bu görməyi qadağan eləmir. O bəli, biz də görürük bəzi şeylər, amma dərk eləmirik. Məsələn, günəşi görürük gözümüzdən. Dərk eləyirik, yox. Ay görürük ulduzları. Dərk eləyirik, yox. Nədən də o və s. necə olur? O görməyin nə əlaqəsi var? Bəli, Allah Taala'nın camalını görəcəyik möminlər inşallah qiyamətdə və cənnətdə. Lakin dərk eləmək, əlbəttə dərk eləmək o mümkün deyil. Aydın qardaşlar, ona görə o şeylər ki, yəni onu biz əhatə eləyə bilmərik tam. Onların ki, dəlilləri var, bunların hamısı batildir, səhvdir. Əşarilər qəribə deyirlər. Əşarilər həmişə kimi, maturidlər və s. Onlar deyirlər ki, ispat ediblər Allahı görməyi. İspat ediblər, amma cəhətsiz, yəni yenə belə qəribə. Yenə qəribə. İspat ediblər, lakin bir tərəfdə deyirlər görəcək, bir tərəfdə deyirlər görməyəcək. Yəni sözdən çıxır, görünməyəcək. Onlar həmişə kimi, onlar qəribədirlər. Hamısı nədir?
ağla, dini tabe eləmək. Və budur. Bu qədər. Allah Subhanahu taala bizə işte faydalardan etsin. Sonra şeyx davam eləyir. Artıq biz ayələrdən qutarıb sünnəyə keçirik, lakin qalsın gələn məclisimizə. Allah şeyxə rəhmət eləsin. Və selamun aleyküm və rəhmətullah.